değerli izleyiciler, gününüz hayırlı ve uğurlu olsun. Nizami'nin sinesinde böyle bir yazı var. Həmişə sual edirdim ki, bunun məntiq, bu sözün altında ne məntiq yatır görəsən? Deyir, var mıdır sümüksüz ilik ve beyin? Arısız şam balı olar mı? Değil. Həmişə sual edirdim ki, bunu mən hansı fikrə qoşub, hansı ibrətə çalıyıb, hansı şəkildə dinləyicilərə təlim edəcəm, təlim verəcəm ki, yəni bu nə deməkdir? Yəni, qadınsız da həyat bir içdir. Lakin qadın var ki, yıxılı evə dirəkdir. Qadın da var ki, dirəyin belə qədrini bilməyəndir. Zamana görə bunların hamısının yaşaması təbii bir haldır. Ama indi oyanış zamanıdır. O analar ki, evine kız gönderir, gelin. Ona ki bu sərselige öğretmir. Getdiyin yerde böyüyə hürmət, kiçiyə diqqət diplomu vermir. Var o anaların alına. O getdiyi evdə ki, əkmədən xanımlıq iddiasında olan gəlinlərdən söhbət gedir. Əkmədən, əziyyət çəkmədən, səliqə, səhman göstərmədən, bilmədən xanım kimi davranır. O evdəki o qaynananın tüstüsünü təpəsindən çıxardır. Onun bədəlini ya onun özü hər hansı bir xəstəliklə ya da anası ödəyir. Ananın ya təzyiqi qalxır, ya dizi tutulur, ya böyrəyi daş bağlayır, ya ürəyi sıxılır. Anlasın ki, başını bəzəyib göndərdiyi evə ki, qız göndərir, oradaki insanın tüstüsünü təpəsindən çıxardır, onu əvəzini yaşayır.